Rəqiblərim durmadan qiymət endirir, mən nə edə bilərəm? Bu situasiyada birinci təklifim qiyməti artırmağınızdır. Qiyməti artırmaq biraz riskli, təhlükəli görsənə bilər. Amma bu sizə hansı ki müştərilər var, onlar qiymət ucuz olduqda şübhələnirlər məhsulun keyfiyyətindən, bahalı məhsul daha keyfiyyətlidir, bahalı məhsul daha etibarlıdır düşünürlər, həmin müştəriləri qazandıracaq. Bu da məncə çox ciddi bir müştəri payıdır. İkinci məsələdə siz müştəriyə əlavə təkliflər yaradın. Onlar ola bilər çatdırılma, ola bilər qablaşdırma, ola bilər əlavə kiçik hədiyyələr verməklə sizi özünüzə bağlaya və hətta yeni müştərilər də cəlb edə bilərsiniz. Üçüncü tövsiyəm müştəri məmnunluğunu çox yüksək səviyyəyə gətirməyinizdir. Onların biraz nazı ilə oynayın, onları məmnun hala gətirin və ən peşəkar formada, ən yaxşı formada onlara xidmət göstərməyə çalışın. Əlavə olaraq sifarişlərinizin çoxluğunu sosial mediada paylaşın, müştərilərinizin feedbacklərini, onların sizə xoş sözlərini tez-tez sosial mediada paylaşın. Bu kimi detallar sizi ucuz rəqiblərdən, sizdən daha ucuz satan rəqiblərdən fərqləndirəcək. Adətən siz tövsiyə olunan etibarlı yer olacaqsınız və insanlar sizə bir qism daha artıq pul ödəməyə razı olacaq ki, bu məhsulla bağlı məhsul seçimini riskə atmasınlar. Bəs indi ucuz rəqiblərlə necə mübarizə aparırsınız?